Salam uşaqlar, bugün dilin sonuncu sınavına baxırıq. Qəbul tipli sınavımızdır. Deməli, birinci sualdan başlayaq. Birinci sualda görünür ki, metr bölünsün, kök altında Henry vurulsun farad. Biz bilirik ki, 1 bölünsün, kök altında Henry vurulsun faradı ayırsaq buradan. Uşaqlar, bunu düstur olaraq yazsaq, kök altında Henry elin vahididir, farad isə tutumun vahididir. 1 bölünsün, kök altında elsi. Deməli, bu nəyin deməli, düsturudur. Biz bunun qarşısına lap 2 pini də ata bilərik. Aşağıdan 2 pi də atsaq, deməli, biz deyə bilərik ki, bu 1 bölünsün saniyə, yəni periodun düsturudur. Bundan da əlavə və yaxud da biz ümumilikdə bilirik ki, 1 bölünsün kök altında elsi nəyin düsturudur? Omeqanın düsturudur. Omeqanın vahidi 1 bölünsün saniyədir. Ona görə də yuxarıda metrimiz var. Yuxarıda metr olduğu kimi qalır. Aşağıdakının yerinə saniyə yazırıq. Onda bizim olur metr bölü saniyə sürətin vahidi. 32-ci sualda bir-birinə paralel qoyulmuş 2 turmalin kristal oxlar arasındakı bucaq 18 dərəcədir. Deyir ki, maksimum olması 0 dərəcə olması deməkdir. Onda 18-dirsə, geri 18 dərəcə azaldım ki, gəlib 0-a düşsün, yəni maksimum olsun. Gəlirik. Birinci rezistorun müqaviməti 30-dur. Gəlin birinci müqaviməti tapaq. R1-i tapanda yazaram U1 bölünsün I1. U1-imiz neçə damadır? 5 damadır. 5U bölünsün. İ'miz neçədir? Bir dənə i bərabərdir. Bizə neçə verib? 30 verib. Onda biz buradan görə bilərik ki, u bölünsün i nəyə bərabərdir? 6-ya bərabərdir. İndi isə digərlərini hesablayaq. R2-ni hesablayanda R2-miz necə olacaq? U'muz yenə də 5u'dur. Bölünsün i isə 3 idi. Biz yazırıq 3-də 5. U bölünsün i'nin yerinə yuxarıda 6 tapdıq. Yerinə qoysaq alınacaq 10. Birinci 10 oldu. 10'um. R2'ni tapanda, daha doğrusu ikinci 10 oldu. R3'ü tapanda isə 2U yuxarıda olur, 3i aşağıda olur. U bölünsün i'nin yerinə 6 yazsaq, 3'də 2 vurulsun 6 yazaram. 3'də 2'ni də 6'ya vuranda eləyəcək 4. Deməli, birincisi 10, ikincisi 4 10 oldu. 34-cü suala baxırıq. 34-cü sualda qazın gördüyü iş. Uşaqlar, P-nin V-dən asılı qrafikində biz demişik iş ata qalan fiqurun sahəsidir. Birincinin ata qalan fiqurun sahəsi bax bu şəkildədir. İkinci isə ata qalan fiqurun sahəsi bu qədərdir. Görürsünüz ki, ikinci fiqurda ata qalan fiqurun sahəsi birincidəkindən daha böyükdür. Yəni, bir kiçikdir 2-dən. Bu belə. Daha sonra baxırıq daxili enerjinin dəyişməsi. Uşaqlar, daxili enerjinin dəyişməsi delta U bərabərdir 2-də 3 nü R delta T və ya da P delta V. P delta V. Deməli, biz burada delta V'yə baxırıqsa, başlanğıc və son həcmə baxırıq. Uşaqlar, hər ikisinin başlanğıcı eyni yerdədir, sonu da eyni yerdədir. Ona görə də daxili enerjilərimiz burada bərabər olmuş olacaq. 35-ci sual maraqlı sualdır. Uşaqlar, əvvəlcə bilməz ki, bu təpə nöqtədə bizim son sürətimiz 0 olur. Əgər son sürət 0-dırsa, yəni kinetik enerji 0-dır, onda Y potensialın maksimal qiyməti, Y potensial maksimal bərabərdir Y tama. Deməli, bizim tam enerjimiz 400 imiş, 400 joule imiş. Yəni, biz burada nəyi tapırıq? Bizə lazımda kinetik enerji nəyə bərabərdir? Bax, bu nöqtədə. Əvvəlcə başlanğıc sürəti hesablaya bilərik. V bərabərdir. Yuxarı atılıbsa yavaşlayan hərəkətdir. V0 çıxılsın JT-dən. Biz bilirik ki, V'miz təpə nöqtədə neçədir? 0-dır. V-nin yerinə 0 yazsın. V0 JT-yə bərabər olacaq. Onda V0 bərabərdir. J'miz 10, T'miz də neçə saniyə yuxarı qalxıb təpə nöqtəyə? 2 saniyə. Deməli, V0'umuz oldu 20. Gətirib burada yerinə qoyub hesablaya bilərəm. Deməli, burada V0 onun başlanğıc qiymətidirsə, deməli, V0 olan anda biz bilirik ki, başlanğıc anda potensial enerji 0 idi. Ona görə də tam enerji kinetik enerjinin maksimalına bərabər idi. Onu mən yazaram Y tam bərabərdir. M
V0 kvadrat, yəni maksimalın kvadratı bölünsün 2. O da bərabərdir 400 tapmışıq. Bizə özü verir daha doğrusu. Buradan kütləni tapsam əgər mən, kütləmiz bərabərdir 800 bölünsün V0-ın kvadratı 400. Bu da elədir 2. Bizim kütləmiz 2-dir. Bizdən kinetik enerjini istəyir. Kinetik enerjini hesablayanda biz nəydən istifadə edirik? mv kvadrat bölünsün 2-dən istifadə edəcəyik. Və yaxud da gəlin, demək biz kütləni tapdıq. İndi bizə deyir ki, buradan bu zaman anındakı bizdən kinetik enerjini istəyir. Uşaqlar, kinetik enerjini orada istəyirsə, biz yazarıq Y kinetik bərabərdir mv kvadrat bölünsün 2. Biz kütləni bilirik ki, 2-dir kütləmiz. Bölürük 2-yə vururuq. V-ni bilməliyik. Bax, bu hissədə V-miz nə qədər olacaq? 1 saniyədir. J-miz də 10-dur. Onda V-miz bərabərdir 10-a. Onda 2 vurursan 100-ü böldü. Cavabımız oldu 100. Baxın, bu şəkildə də tapmaq olar. Və yaxud da başqa necə tapmaq olar? Biz bilirik ki, tam enerjimiz bu qədərdir. Tam enerjimiz 400-dür. Fərqli üsulla həll edirəm. Bax, üsulumuz bu şəkildədir. Biz buradan hündürlüyü tapa bilərik ki, bu nöqtədə hansı hündürlükdədir? H bərabərdir. V0-t çıxılsın, JT kvadrat bölünsün 2 yazarsınız. O da bərabərdir. V0 bayaq tapdıq 20 vurulsun, T-miz 3 saniyə müddətindədir. Çıxılsın, 10 vurulsun, bölünsün 2 vurulsun 9. O da bərabərdir. Deməli, 60 çıxılsın. Bu neçə eləyir? 45. Deməli, H-ımız oldu 15. H-ımız 15-dirsə, biz buradan potensial enerjini taparıq. Y potensial bərabərdir mgh-a. Kütləmiz neçədir? Kütləni biz deyirik ki, kütləmiz 2 kiloqramdır. Y potensial maksimal qiymətindən tapsaq. Demək, kütləmiz 2 kiloqram idi. Vurduq J-yə, vurduq H-a 15-ə. Elədi 300. Deməli, deyirik ki, tam enerjimiz 400 idi. Potensial enerjimiz oldu 300. Onda kinetikə nə qədər qaldı? 100 joule qaldı. Yenə də eyni yerə gəlib çıxdıq. İndi isə baxırıq 36-cı suala. Deyir ki, T1 4/1 anında, T2 isə 4/3 anında gedir. Gedilən yolları tapanda əvvəlcə cismin yerdəşməsinin modulu kök 2 yerdir. Həm 4/3-də, həm də 4/1-də kök 2 olacaq. Yəni 1 ortaya gedir. Hər ikisinə aiddir. Daha sonra getdiyi yolları hesablayanda, birincinin getdiyi yolu hesablayanda 2 pi yeri vururam 4/1-ə. Onda olur pi yer bölünsün 2. İkincini hesablayanda isə 2 pi yeri 4/3-ə vururuq. Olur 3 dənə pi yer bölünsün 2 şəklində. Deməli, ikinci aiddir bura. İkinciyə getdi. Cismin getdiyi yol yerdəşmə modulundan böyükdür. Sonra yadda saxlayın, həmişə çevre üzrə hərəkətdə gedilən yol yerdəşmədən böyük olur. Bunun səbəbi nədir? Biz demişdik ki, yolla yerdəşmə bir-birinə bərabər olurdu, yalnız düz xətli hərəkətdə. Amma əyri xətli hərəkət görsək, yol böyük olurdu yerdəşmədən, əyri xətlidə. Çevre üzrə hərəkət əyri xətli olduğuna görə bu şəkildə olur. Sürət vektoru üfüqi istiqamətdə sola yönəlib. Deməli, sürət vektoruna baxırıq. Dördüncümüz bu birinciyə aiddir. Çünki 4/1-imiz bura gəlir. Bura 4/1-dir. Bu isə 4/3-ümüzdür. Çünki K nöqtəsindən başlayıb hərəkətə. Ona görə də sola yönələn budur. Təcil vektoru şarqülə aşağı yönəlib. Bu da 4/3-də olana aiddir. Deməli, 5-ci də gedəcək 2-ciyə. Cavabımız olacaq bu şəkildə. Bu neçə idi? Bu 4 idi, üzrlü sayın. Olacaq cavabımız Y variantı. 37-ci suala baxırıq. 37-ci sualda bizdən nə istəyir? Uşaqlar, fikir versəniz, F1 qüvvəsinin modulunu deyir hesablayın. Əgər cisim tarazlıqdadırsa, deməli bu iki qüvvənin əvəzləyicisi bizim F1 qüvvəsi ilə tarazlaşıb. Deməli, bu tərəf 6-dır, bu tərəf 8-dir. Onda burada əvəzləyici qüvvəmiz olacaq 10. Deməli, F1-imiz də 10-dur ki, bunlar bir-birini tarazlaşdırıblar.
38-ci sualda. Uşaqlar, hansı qrafik izobar soyuma? Deməli, P var. P-dən söhbət gedir, R-dan söhbət gedir, bir də T-dən. Deməli, bu düsturdan istifadə edirəm. P-in bölünsün FT. İzobar deyir deyənə biz P-ni sabit götürürük. Bu da onsuz da sabitdir. Görürsən ki, R-la T tərs mütənasib asılıdır. Tərs mütənasib asıllıq Y-də və D-də var. Sadəcə bizə soyuma dediyinə görə temperaturumuz azalmalıdır. Ona görə də D variantını götürürük. Baxırıq. Hansı yanlışdır? Hər iki izotopun nüvəsində protonların sayı eynidir. Bəli, protonların sayı eynidir. 10-10. Hər iki izotopun nüvəsindəki neytronların sayı fərqlidir. Bəli, birində 10 dənə neytron var, birində isə 12 dənə neytron var. Deyir ki, protonların sayı neytronların sayına bərabərdir. Doğrudur. Bu da 10-10'dur. Burada deyir, izotopun nüvəsində neytronların sayı protonların sayının 2 vahid çoxdur. Bəli, proton 10 idi. Daha doğrusu ikincidə. Proton 10 idi. Neytronumuz isə 12 idi. Bu da doğrudur. Hər iki izotopda nukleonların sayı eynidir. Bu təbii ki yanlışdır. Çünki nukleon buradakı yük ədədimizdir. Birində 20-dir, birində isə 22-dir. Birinci isə elektrostatik sahədə nöqtəvi Q yükünə sahə tərəfindən təsir edən F-dir, qüvvə F-dir. Həmin sahədə nöqtəvi 2 Q yükünə. Uşaqlar, biz bilirik ki, nöqtəvi yükdən Y-imiz də, F-imiz də düz asılıdır. Əgər 2 Q-dirsə, onda 2F olmuş olacaq. 41-ci sualda başlanğıc P0 impulsda maksimal qalxma hündürlüyün ifadəsini tapın. Uşaqlar, əvvəlcə H maksimal düsturunu yazarsınız. V0 kvadrat bölünsün 2J. Əgər impulsdan asılılıq istəyirsə, onda gərək biz bura yuxarını və aşağını M-in kvadratına vuraq ki, çünki V0-ın kvadratı da impuls almaq üçün o şəkildə yazma. Əgər kinetik enerji desəydi, sadəcə M-ə vurardıq. Amma impulsdan söhbət getdiyi üçün M kvadrata vururuq. Deməli, yuxarıda alınır P0 kvadrat bölünsün 2 dənə M kvadrat J. Deməli, 42-ci sualda deyir ki, qapalı keçirici kontur sabit 1 metr bölünsün saniyə sürətlə sol tərəfə hərəkət edir. Deməli, bu konturumuz sol tərəfə onsuz da 1 metr bölünsün saniyə sürətlə hərəkət edirdi. Bizə deyir ki, sabit maqnit necə hərəkət etdirək ki, bu konturda induksiya cərəyanı yaranmasın. Biz bilirik ki, induksiya cərəyanı uzaqlaşanda da yaranır. Yaxınlaşanda da yaranır. Yaranmaz deyirsə bizə, deməli bunlar eyni istiqamətdə, eyni sürətlə hərəkət eləməlidirlər ki, onlar arasındakı məsafə nə artmasın, nə də azalmasın. Ona görə də 1 metr bölünsün saniyə sürətlə, o da sola doğru hərəkət eləmir. Əgər 2 ilə sola doğru hərəkət eləsə, onda maqnit konturdan uzaqlaşacaq. Deməli, induksiya yaranacaq. 1 ilə sağa hərəkət eləsə, bunlar qarşı-qarşıya gələcək, əvvəlcə yaxınlaşacaqlar, sonra başlayacaq uzaqlaşmağa, yenə də yaranacaq. Sükunətdə qalsa, kontur ona yaxınlaşır deyənə, əvvəlcə yaxınlaşacaq, yaranacaq, sonra isə için daxilindən keçib, sonra uzaqlaşacaq, yenə də yaranacaq və yaxud da bu şəkildə də yenə yaranmış olacaq. Yalnız və yalnız Y variantında dediyim kimi, sadəcə olaraq, deməli, Y variantında necə olurdu? Yaranmırdı. Gəlirik 43-cü suala. 80 dərəcə temperaturlu 1 litr suyu 100 dərəcə temperatura qədər qızdırmaq və onun müəyyən hissəsini buxarlandırmaq üçün 130 mJ istilik miqdarı sərf olunub. Deməli, baxın uşaqlar, önəmli olan budur ya, bu sözü tutmaq lazımdır. Qızdırmaq və müəyyən hissəsini buxarlandırmaq. Həm qızdırmağa, həm də buxarlanmağa ikisinə bir yerdə sərf olunan 130 mJ oldu. Onda deyir ki, bu zaman buxarlanan suyun kütləsi nə qədər olub? Gəlin biz qızdırılan Q-nü tapaq. Deməli, yazırıq Cm delta T şəklində. S-miz neçədir? S-miz 4,2 vurulsun 10 üstü 3 vurulsun M-imiz 1 tondur. Deməli, bunu yazdıq. Vurulsun delta T. Delta T-mizi də delta T-mizdə 20 yazaq. Gəlin bunu da 10 üstü 3 kimi yazaq. Daha yerdən qənaət eləmiş olaq. Vurduq, delta T-mizdə 20-dir. Çünki 100 çıxılsın 80. Deməli, buradan Q-nü hesablasaq. Q üçün alırıq ki, 84
vurulsun 10 üstü 6 alınır. Bu belə. Deməli uşaqlar 10 üstü 6 mega joule deməkdir. Deməli ümumi bərabər idi Q qızdırmaq plus Q nə? Buxarlandırmaq. Deməli biz deyirik ki, ümumimiz 130 idi. Qızdırmaq üçün sərf olunan 84-dür. Onda bizə buxarlanma üçün nə qədər qalır? Q buxarlandırma üçün qalır bizə 130-dan 84-ü çıxır, qalır 46 megajoule. Megajoule. Deməli belə. Sonra indi bizə deyir ki, buxarlandırmanın kütləsi, buxarlanmanın düsturu nədir? Q bərabərdir. L vurulsun M şəklindədir. Orada buradan M-i tapanda 46 vurulsun 10 üstü 6-nı bölərəm L-ə. L-imiz neçədir? 2,3 vurulsun 10 üstü 6-dır. 10 üstü 6'larımız yığıca gedər. 46-nı 2,3-ə böləndə eləyər 20. Yenə də deyirəm, bu məsələdə əsas bir dənə baxmaq, onsuz da siz same delta t-ni də bilirsiniz, eləmi də bilirsiniz. Bir dənə önəmli olan bu sözü tutmaq idi ki, qızdırmaq və müəyyən hissəsini buxarlandırmaq üçün bu qədəri lazım olur. Yəni ümumimiz 130-dur. Qızdırmaq üçün bizə hər şey vermişdi deyəndə 84 tapdıq deməli Q-müz. Oradan da çıxanda buxarlandırmanı tapırsan, sonra kütləsini taparıq. Deməli, tutumu batareyanın ümumi tutumunun 3/2 hissəsinə bərabər olan birinci kondensator. Deməli, S1-imiz S1-imiz 3/2 S-imiş. Onda S2 nə olacaq? 3/1 S. Sonra onda S ümumini tapsam buradan, ümumi S-imiz paylı olanda toplanır. S qədər imiş. Deyir, birinci halda lövhələr arasındakı gərginlik 10-dursa, ümumi gərginliyi tap. Birinci haldakı gərginliyi deyir, yoxsa enerji. Birinci haldakı enerjini tapanda yazıram 3/2 S vurulsun U kvadrat bölünsün 2. S U kvadrat bölü 2'de sadəcə S'nin yerinə 3/2 yazdım. Bərabərdir bu 10'a. Deməli buradan taparıq ki, S U kvadrat bölünsün 2 nəyə bərabərdir? 15'e. S U kvadrat bölünsün 2 bərabərdir 15. Necə tapdım? Çünki bu 3'ü vururam 10'a, bölürəm 2'ye. Buradan bunu tapdıq. İndi bizdən nə istəyir? Deyir ki, ümumini tap. Ümumi enerjimiz nəyə bərabərdir? Ümumi tutumumuz S'dir. Ümumi gərginliyimiz U'dur. S U kvadrat bölü 2. Elə bizdən S U kvadrat bölü 2'ni istəyirmiş də ümumi. O da 15 millijoule olacaq. Daha sonra baxırıq 45-ci suala. Deyir, fotoeffekt zamanı düşən fotonların enerjisi fotoelektronların çıxış işindən 2 dəfə çox olduqda. Deməli, Y foton bərabərdir 2 dənə A çıxış plus Y kinetik. Əgər Y fotonun yerinə 2 dənə çıxış yazsam, onda biz deyərik ki, A çıxış bərabərdir Y kinetikə. O belə. Deyir ki, 2 dəfə çox olduqda saxlayıcı gərginliyimiz 2 volt idi. Yəni YU-ya bərabərdir. Kinetikinin yerinə YU yaza bilərəm. Bu 2 volt idi. Düşən fotonların enerjisini 3 dəfə artırdıqda. Enerjini 3 dəfə artıranda nəyə bərabər olacaq? Şunla üzülürsən, burada mən bir şeydə yanlışlığa yol vermişəm. Deməli, bu sadəcə A çıxışdır. Y foton yerinə sadəcə 2 dənə A çıxış yazdıq deyənə Y kinetikimiz A çıxışa bərabər oldu. O da bərabərdir YU-ya. Onda gəl mən buradan deməli, U-nu tapsam gərginliyi. Birinci gərginliyi tapsam, onda olacaq A çıxış bölünsün nə? Elektron. O da böyle 2 volta. Daha sonra bize deyir ki, düşən fotonların enerjisini 3 dəfə artırdıqda, enerjini 3 dəfə artıranda, biz bayaq demişdik ki, enerji 2 dənə A çıxışa bərabərdir. 3 dəfə artırsaq, deməli fotonun enerjisi olacaq 6 dənə A çıxış. Onda mən əgər U2-ni tapsam, ikinci haldakı gərginliyi, biz dedik ki, ikinci haldakı gərginliyi nəyə bərabərdir? İkinci haldakı gərginliyi tapanda biz əvvəlcə Y foton yerinə 6 dənə A çıxış yazsaq, Y kinetikimiz bərabər olacaq. Nəyə? 5 dənə A çıxışa. 5 A çıxış. Bu belə. Deməli, 5 A çıxışa bərabərdirsə, deməli biz yazırıq ki, Y kinetik özü də bərabərdir.
Y U'ya. Onda buradan U2'ni tapanda biz yazmalıyıq ki, Y kinetik bölünsün Y şəklində. Y kinetikə tapdıq 5 dənə A çıxışdır. Gətirib yerinə 5 dənə A çıxış yazaram. Y'miz də olduğu kimi qalar. Biz bayaq dedik ki, A çıxış bölünsün Y 2-yə bərabərdirsə, onda 2-ni 5-ə vuranda 2-ni 5-ə vuranda deməli eləməlidir 10. Bu elədi 10. İkincimiz burada yazaq bərabərdir 10 volta. Aha. Bizdən nə istəyir? Deyə düşən fotonların enerjisi bu qədər artında saxlayıcı gərginliyi neçə volt artar? Bayaq 2 volt idi, indi oldu 10 volt. Nə qədər artıb? 8 volt artmış oldu. 46-cı sualda. Həmişə belə suallarda sürtünmə qüvvəsini tapmaq lazımdır. Çünki dartı qüvvəsini sonsuzda verir. F sürtünməni tapanda yazırıq mu mg şəklində. O da bərabərdir. Mu'muz 0.5'dir. 10.5 vur olsun. Kütləmiz 2'dir. J'miz də 10'dur. Onlarımız ixtisar getdi, qaldı 10. Verin uşağı, sürtünmə qüvvəsi 10'a bərabərdir. Dartı qüvvəsi isə 25 Newton'da. Dartı sürtünmədən böyükdürsə, deməli cisim yeyinləşən hərəkət edir. Yeyinləşən hərəkətimizə baxırıq. Bunlar yavaşlayandır, bu da yavaşlayandır. Yeyinləşən hərəkətimiz B variantı və D variantında var. Sadəcə bir dənə şey diqqət edin ki, şöyle fikir verin, x oxu sağa doğru gedir. Bizim cismimiz isə V0 ilə F isə sola doğru hərəkət edir. Ona görə də variantımız olacaq B variantı. Əks istiqamətdə yeyinləşən. Bu sualda deməli, bizə deyir ki, protona təsir edən Lorentz qüvvəsi F olarsa, gəlin Lorentz qüvvəsinin düsturunu yazaq. F Lorentz bərabərdir QVB-yə. Deməli, Lorentz qüvvəsi əslində Q-dən düzmədən asılı asılıdır. Daha kütlədən asılı deyil. Ona görə yuxarıdakı ədədlər bizə lazım deyil, aşağıdakılar lazımdır. Protonda Q-müz 1'dir. Q 1 olan yerdə, əgər F-dirsə, heliumda Q-müz 2'dir. 2 olan yerdə təbii ki 2F olmuş olacaq. Bu da bizim A variantımız olacaq. Qrafkin nöqtələrində cismin sürətinin modulu ən kiçikdir. Biz demişik ki, rəqsi hərəkətdə V-dir, P-dir, Y kinetikdir. Digərində isə X-dir, A-dır, F-dir və Y potensial. Bunlar ayrı-ayrı qutulardadır. Biri 0 olanda digəri maksimal olur. Bizə deyir ki, sürətin ən kiçik qiyməti. Sürətin ən kiçik qiyməti təbii ki, düşmən qutuda olanların ən böyük qiyməti deməkdir. Yəni 2 və 4. 49-cu sual. 49-cu suala təcilin istəyir. Təcilin düsturu V çox V0 bölünsün T'dir. Təbii ki, bunu izaha ehtiyac yoxdur. 0,4 eləyəcək. 50-ci sual. Közərmə lampasının şərti işarəsi lampanın şərti işarəsi C variantında olduğu kimidir. Deməli, birincisi qoruyucu telimizdir. B variantında yarım keçirici dioddur. Y variantında reostat göstərilib. D variantında da bizim kondensatorun işarəsidir. Gəldi 51-ci suala. 51-ci sualı məntiqlə tapmaq olardı. Elektron bu sahədə hərəkət etdirilir. Suala fikir verin. Biz elektrostatik sahədə hərəkət etdiriləndə biz deyik ki, müsbətdən başlayıb mənfiyə doğru davam edir. Düzdür? Onda biz nəyə baxırıq? Burada ümumiyyətlə, əgər düstur, illaki bir düstur yazmaq istəsək, işin düsturu bu şəkildədir. Q vurulsun, fi A çıxılsın, fi B. Bu nə deməkdir? Q. İşin düsturu Q'dur. Fi A'dan fi B'ni çıxdıq. Daha sonra bizə nə verib? Deyir ki, A nöqtəsinin kinetik enerjisi 100 volt olarsa, elektron volt B nöqtəsinin kinetik enerjisini tapın. Sonra biz bilirik ki, iş kinetik enerjilərin fərqinə bərabərdir. Yəni, W B'dən çıxsam W A'nı bizə elə bu kinetik enerjini verəcək. O da bərabərdir Q, fi A çıxılsın, fi B. Fi B şəklində. Sonra WB-nin mən bilmirəm neçədir. Çıxaram. A nöqtəsində deyir ki, 100'dür enerji. Bunun yerinə elektron qoyuruq. Q'nun yükün yerinə elektrondur. A nöqtəsində 20 voltdur. B nöqtəsində isə 40'dır. Onda WB-ni tapsam mən, burada görərəm ki, deməli, 20'dən 40 çıxanda mənfi 20 eləyir. Deməli, mənfi ilə mənfi aparır. Sadəcə qalır 20 elektron volt. Üstə gəlinsin. Buradan da 100 atırıq digər tərəfə 100 elektron volt.
Onda cavabımız eləyəcək 120 elektron volt. Ya da belə də baxa bilərsiniz. A nöqtəsinin kinetik enerjisi 100-dürsə, A-dan B-yə 20 volt artıb. 20 volt artıbsa, bunlar da düz mütənasib asılıdır. Əgər o 20 qədər artıbsa, bu da 20 artacaq, o da olacaq 120 elektron volt. Amma ən yaxşısı, yəni isbatını apardıq. Saniyəni istəyir. H bərabərdir. V vurulsun T bölünsün 2 şəklində idi. Bizdən zamanı istəyirsə 2H bölünsün V şəklində yaza bilərik. 2 vurulsun 3000 bölünsün. V'miz də 1500'dür. Bu da eləyəcək təbii ki 6 yox. 1 dəqiqə. 4 eləyəcək. 4 saniyə. Daha sonra baxırıq 53-cü suala. Uşaqlar qüvvəni verib, bizə kütləni də verib. Onda biz buradan təcili hesablaya bilərik. Təcilimiz nə olacaq? Qüvvəmiz 2-dir, kütləmiz də 2-dir. Təcilимizin qiyməti oldu 1 metr bölünsün saniyə kvadrat. Bizdən deyir ki, 2-3 saniyə müddətində qüvvənin işini tapın. İşin düsturu A bərabərdir, F vurulsun, S şəklindədir. Biz F'i bilirik ki, 2-dir. Yaxşı, S'imiz nə qədər olacaq? S'in düsturunu tapanda biz nə yazırıq normalda? V0T plus AT kvadrat bölünsün 2 yazırıq. Amma bizə V0 verdiyinə görə, niyə belə deyirəm? Çünki V0 0 verməyə də bilər. V0'ın qiymətini də versəydi, siz onda V0 plus AT kvadrat bölü 2 yazmalıydınız. Deməli, V0 0 olduğuna görə yazırıq AT kvadrat bölünsün 2. A'nın yerinə 1 qoyarıq. T'imiz 3 idi. 9 bölünsün 2. O da eləyər 4,5. Deməli, bizim qüvvəmiz 2 idi. S'imiz də oldu 4,5. Deməli, cavabımız eləyəcək 9 joule. 54-cü sualda. Kapilyar borudan danışırıqsa, uşaqlar, kapilyar boruda F'in düsturu sigma vurulsun L şəklindədir. Mən götürüb L'in yerinə 2 pi yaza bilərəm. Vurulsun sigma. Biz nəyə baxırıq? Çəki. Çəki elə F mg'dir də, onda çəki də buna bərabər olacaq. Radiusla çəki necə asılıdır bir-birindən? Düz mütənasib asılıdır. Əgər R olan yerdə 2 millinewton idisə, onda 2R olan yerdə təbii ki 4 millinewton olmuş olacaq. Daha sonra baxırıq 55-ci suala. 55-ci sualda bizdən nə istəyir? Deyir ki, şəkildə silindrik formalı eyni cisim 3 müxtəlif mayədə üzməsi göstərilib. Eyni cisimdir, amma müxtəlif mayələrdə üzür. Baxaq, deyir, birinci mayənin sıxlığı ən böyükdür. Bəli, həqiqətən də birinci mayənin sıxlığı ən böyükdür ki, ən çox cismi yuxarı qaldıran mayə birincidir hələ. Daha sonra baxırıq, üçüncü mayənin sıxlığı ən böyükdür, bu daha getdi. İkinci mayənin sıxlığı cismin sıxlığına bərabərdir. Uşaqlar, sizi çaşdıran sual bu olub ki, ikinci mayenin sıxlığı birinciyə bərabərdir ki, güya onun yarısı batıb. Xeyr, uşaqlar, əgər mayenin sıxlığı cismin sıxlığına bərabər olsa, cism onun daxilində üzərdir. Deməli, bu ifadəmiz də səhvdir. Dördüncü, ikinci mayenin sıxlığı cismin sıxlığından 2 dəfə böyükdür. Bəli, 2 dəfə böyükdür ki, 2də biri batıb. Üçüncü, 5-ci sual daha doğrusu, birinci mayenin sıxlığı cismin sıxlığından 3 dəfə böyükdür. Baxaq. Deməli, biz nə yazırdıq? Deməli, rho cisim bölünsün. Düsturumuz belə idi. Rho maye bərabərdir. V batan bölünsün V cisim yazırdıq da cisimlər qarşı-qarşıya olurdu. Deməli, yazaq. Rho cismimiz nə qədərdir? Hələ bilmirəm. Gəlin bərabərliyi qoyaq. Batan hissəmiz nə qədərdir? Bizim batan hissəmiz 3/1 qədərdir. 3/1 hissəsi batıb, 3/1 haşımız batıb. Yaxşı, cismimiz özü nə qədərdir? Təbii ki, sadəcə 1-dir. H qədər yaza bilərik cismi və yaxud da 3/3 də yaza bilərsin. 3/3 H, deməli, batan hissə 3/1-dir. Onda buradan deməli, H-darımız xıstaya gedir, 3-lər gedir, qalır 3/1. Həqiqətən də rho maye bərabərdir 3 dənə rho cismə. Deməli, 5-incimiz də doğrudur. 3-cü mayenin sıxlığı cismin sıxlığından 3 dəfə böyükdür. 3-cü maye üçün yazanda biz necə yazırıq? Yenə də rho cisim bölünsün, rho maye yazarıq. O da bərabərdir. Batan hissəmiz burada nə qədərdir? 3/2-dir.
3'də 2 haşımız batıb, çünki 3'də 1 çöldə qalıb. Sizə çöldə qalanı göstərir. Tam hissəmiz isə 3'də 3 idi də. Onda burada ixtisarlarımız gedəndə qalır neçə? 3'də 2. Görürsünüz, 3 dəfə deməli böyük olmuş olmadı. Bu yanlışdır. Baxırıq. F-in çəkdiyi ümumi kütləmizdə 6M-dir. Gəlmə qüvvəsini çəkdiyi isə 5M-dir. Üzülü sayın 3M-dir. 3M. Aha, M-lərimiz ixtisar getdi. T gəlməyin yerinə gəlmən 15 yazsam, 15'i 3'ə böləndə 5 qalacaq. Onda F-i tapanda çarpaz vururuq. F-imiz də eləyir 30 Newton. Maraqlı sual idi, sadə sualdır. V2 voltmetrin göstərişi bizə deyir ki, 20 volt olarsa. Bu belə. Bizə deyir ki, uyğunluğu müəyyən edin. Uşaqlar, birincisi bunlar ardıcıl birləşib. Ardıcıl birləşmədə Q-lərimiz bərabərdir. Q1 bərabərdir Q2-yə, o da bərabərdir Q3-ə. Biz deyirik ki, Q-nün düsturu SU şəklindədir. Onda uşaqlar, Q S-dən düz asılıdırsa, onda U-larımız, burada S-dirsə, burada da S-dir. S-də 20 volt idisə, burada da 20 volt olacaq. 2S-də isə U-la tərs asılı deyən olacaq O. Bu hardan gəldi? U bərabərdir Q bölünsün S şəklindədir. Q-lər onsuz da eynidir. Onda U-larla S-lər tərs mütənasib asılı olmuş olur. Bu belə. Bunu tapdıq. Daha sonra baxaq bizdən nə istəyir. Deyir, V1 voltmetrin göstərişi 20 volt olacaq. Bu D bura getdi. V3 voltmetrin göstərişi təbii ki A variantı 10 volt olacaq. Dövrədə gərginliyin amplitud qiymətini tap deyir. Gərginliyin amplitud qiyməti U maksimal bərabərdir. U vurulsun kök 2-dir. Baxaq, bizim ümumi U-muz nə qədərdir? Gərginlik, deməli dövrələr, kondensatorlar daha doğrusu paralel birləşəndə gərginliklər ümumi toplanırdı. 50 volt idi bizim gərginliyimiz. 50-ni də vururuq kök 2-yə. Kök 2-nin də qiymətini verib ki, 1,4-dür. O da bərabərdir. Təbii ki, olacaq 70. Bu da C variantı. Daha sonra gəldik bizim 59-cu sualımız. Daha doğrusu 58-ci sual. Təkrar emal zavodunda ağır dəmir parçaları xüsusi maqnit qurğusu özünə cəzb edərək qaldırır və lazım olan yerdə maqnitsizləşərək onları boşaldır. Bu tipli kranların işləmə prinsipi nəyə əsaslanır və yük götürmə qabiliyyətini necə artırmaq olar? Uşaqlar, təbii ki, bunu maqnitlə çəkirsə, iş prinsipimiz elektromaqnit olacaq. Elektromaqnit hadisəmizdir. Yaxşı. Deyir ki, onun yük götürmə qabiliyyətini necə deməli artırmaq olar? Yük götürmə qabiliyyətini artırmaq üçün biz nə etməliyik? Deməli, orada da sarğac olacaq. Sarğaca daxil olan içliyi əgər biz maqnit nüfuzluğu böyük olan bir içli ilə əlavə dəyişdirsək, yəni maqnit nüfuzluğunu artırsaq, o zaman da bizim məsələn miyumuz da artsa, bu zaman biz deyirik ki, onun yük götürmə qabiliyyəti daha da çox artmış olacaq. Bu sual bir növ biraz fərqli və müəyyən qədər sizlər üçün çətin olmuş ola bilər. 59-cu sualımız sadə sualdır. Bizə sırf deməli sarğacdan keçən deyir deyənə, sarğac sözünü verdi deyənə W-nin düsturunu götürür ki, L kvadrat bölünsün 2 şəklində. Onda biz buradan görürük ki, i'miz W-dən necə asılıdır? Gəlin baxaq. Deməli, cəryan şiddətini bu qədər artırdıq da. Bizim i1-imiz i-dir. i2-miz isə oldu i plus 0,4. Deməli, bu qədər artanda sahənin enerjisi, enerjimiz W1-imiz W qədər idi. W2-miz isə deyir ki, 9 dəfə artdı. 9 dənə W oldu. Onda L kvadrat bölünsün 2-dən yazsaq, biz yazarıq ki, W1 bölünsün W2 bərabərdir. i1-in kvadratı bölünsün i2-nin kvadratı. Onda W1 bölünsün W2-nin yerinə 9'da 1 yazaram. Gəlin belə eləyək. Bu kvadratlardan azad olmaq üçün W-ni kök altına salaq. Onda bu olsun 3'də 1. 3'də 1 bərabərdir. i bölünsün i plus 0,4.
Onda vururuq 3i'miz bərabərdir. Deməli, 3i'miz bərabərdir. I plus 0,4. 2i 0,4'də, onda i'miz də bərabərdir 0,2. i'miz 0,2'dirsə, bizdə nə istəyir? Cəryan şiddətinin son qiymətini istəyir. Cəryan şiddətinin son qiymətini necə taparıq? i2'miz i plus 0,4 idi. 0,2'nin üstünə 0,4 gələndə cavabımız eləyəcək 0,6. Daha sonra 60-cı sualda isə bizdən nə istəyir? Bunları silək. 60-cı sualda uşaqlar bir dənə diqqətli olun ki, belə suallarda sferik güzgü desəydi, sferik güzgü məlum məsələ idi. Bir dənə belə bir sferik güzgü qoyardıq. Gələn, deməli, paralel gələn şua fokusdan keçirdi. Daha sonra bir neçə şua göndərmək olardı. Baş optik oxa göndərilən şuanı da göndərə bilərdi və s. və ilaxır. Amma bizdən bu istəyir ki, müstəvi güzgü olsun. Sadəcə müstəvi güzgüdürsə, mən neyniyərəm? Deməli, müstəvini çəkək. Burada bir dənə güzgü qoyaq. Bu şəkildə. Biz deyirik ki, müəyyən bir S mənbəyimiz var buradan. S mənbəyindən əgər mən bura paralel şua göndərsəm, onun arxada özü qədər, deməli, uzantıcı S iştirak alınacaq. Daha sonra neyəm? Bu hissəyə bir şua göndərirəm. Bu da buradan sınıb keçir və onun uzantısı yenə gedir arxa hissədə kəsişir. Biz deyirik ki, müstəvi güzgüdə həmişə və həmişə mövhumi xəyal alınırdı. Bunu əzbər yadda saxlayırsınız. Niyə mövhumidir? Çünki uzantılar kəsişdir. Düzü nədir? Düzün olduğu sadədir bilmək. Çünki biz özümüzü güzgüdə tərs görmürük ki. Bu məlum məsələ yaxşı böyüdülmüş yoxsa kiçilmişdir. Təbii ki, biz özümüz boyda görürük. Özü boyda. Bu da sonuncu sualımız. Daha sonra situasiya suallarına baxsaq, deyək, birinci kürəciyin yükünün işarəsini olan təsir edən klon qüvvəsinin istiqamətini tapın. Gəlin oxuyaq. Şəkildə təsvir olunmuş yüklü zərrəciklər tarazlıqdadır. Kürəciklər arasında məsafə 20 cm olduqda ipdəki gəlmə qüvvəsi 2,4 Newton olurdu. İkinci yüklü kürəcik dayaqla birlikdə yüklü kürəciklər arasında məsafə 40 cm olana qədər aşağı indirilir. Birinci kürəciyin kütləsi 80 qramdır. Uşaqlar, fikir verək burada nəyə? Təsir edən ağırlıq qüvvəsi mg'miz aşağı doğru yönəlib. Deməli, mg aşağı doğrudur. Uşaqlar, ümumiyyətlə buradan bizdən yükün işarəsini istəyir. Bir də onda diqqətli olun ki, bəzən adama elə gəlir ki, əvvəl 20 cm-dir, sonra 40 cm oldusa, bunlar bir-birindən uzaqlaşdısa, deməli, bir-birini sanki itəliyiblər, müsbət, ona görə uzaqlaşıb, amma elə demir. Bu diqqətlə oxusaq, deyir ki, ikinci yükü dayaqla birlikdə, yəni buranı götürüb gətiriblər aşağı, ona görə məsafə artıb. Onda biz deyirik ki, ağırlıq qüvvəsi aşağı doğru. Əgər T gəlmə yuxarı doğrusa, deməli bu cisim mənfi yüklüymüş ki, deməli ona aşağı doğru ağırlıq çəksə də gərilmə qüvvəsi yuxarı doğru yönəlib. Mənfi olanda F-imiz də aşağı doğru yönəlmiş olur. Onda əgər biz buradan F klon qüvvəsini tapsaq, deməli yazarıq ki, T-dən, T gəlmədən çıxarıq mg-ni. Baxaq, T gəlməmiz 2,4'dür. Mg'miz nə qədərdir? Mg'miz 0,8'dir. 0,8'i çıxanda qalır 1,6 və aşağı doğru yönəlir. 89. Yüklər arasındakı məsafə 40 cm olduqda gərilmə qüvvəsini hesablayın. Deməli, biz burada nəyə baxırıq? Biz baxırıq ki, deməli, qüvvə əvvəlcə klon qüvvələrini müqayisə edirik. Klon qüvvələrini müqayisə edəndə biz bilirik ki, klon qüvvəsinin üstü F bərabərdir K kübik Q2 bölünsün F kvadratdır. Yəni, mən burada yaza bilərəm ki, F1 bölünsün F2 klon qüvvələri radiusların tərs kvadratları ilə mütənasibdir. Bu şəkildə. Onda biz görürük ki, F2'miz 40 cm-dir. Olsun 160. Digərisi 20 cm-dir.
birbaşa yaza bilərik də 4 dəfə fərq eləyəcək. Bax, 4 dəfə fərq eləmiş olacaq. Deməli, burada 4də 1-imiz alınır. Onda biz burada 4 alındısa, biz yaza bilərik ki, F2-ni tapsaq, F2 bərabərdir, F1 bölünsün 4-ə. F1 biz bayaqlar klon qüvvəsini 1,6 almışdıq. 1,6-nı 4-ə böləndə qalır 0,4. Deməli, bayaq gərilmə qüvvəmizin qiyməti deməli 2,4 idi. 2,4 idisə, deməli bizdən burada nə istəyir? Onda biz burada əgər gərilmə qüvvəsini tapsaq, gərilmə qüvvəsi bərabərdir mg plus f olacaq. Mg'miz onsuz da 0,8 idi, o dəyişməz. F'imiz isə neçə oldu? Deməli, F'imizin qiyməti nə qədər oldu burada? 0,4 tapdıq. O da oldu 1,2 şəklində. Baxaraq 90-cı suala. Deyir ki, klon qüvvəsinin məsafədən asıllığına baxın. Klon qüvvəmiz məsafədən təbii ki, biz bilirik ki, tərs mütənasib asılıdır. Sadəcə olaraq bizdən qiymətləri qoy deyir. Biz deyirik ki, klon qüvvəmiz 1,6 oldu. Nə zaman? Məsafə 20 cm olanda, yaxşı məsafə 40 cm olanda nə qədər oldu klon qüvvəmiz? Oldu 0,4. İkisini də burada tapdıq.